IQ salmayan, amma tarix yazan, səssizcə plan quran, astrologiyanın axsaqqalları olan, soyuqqanlı, çətinliklərin, dekabrın, yanvarın soyuğunun təcəssümü olan Oğlaq bürcləri. Onlar üçün ümid, uğur, şans deyil. Onlar üçün uğur, real intizamın, məsuliyyətin göstəricisidir. Oğlaq olmaq emosiyalara yox, nəticəyə inanmaqdır. Heç kimə özünü sübut etməyə ehtiyacı olmaz. Səbirlidir, zaman onun yerinə danışar və heç təsadüf deyil ki, Oğlağın idarə edici planeti Saturn mitologiyada zaman tanrısı Kronosdur. Hamı qaçarkən Oğlaq dirəşir, Oğlaq dırmaşır, dağ keçisidir, inatkardır. Hamı yamazda yeyərkən Oğlaq ən təpədəki otu istəyir. Zodiakın quruluşuna fikir versək, Qoç bürcündən başlayaraq 10-cu evi, yəni ən təpə nöqtəni Oğlaqlar kəsir. Ona görə də Oğlaqlar üçün zirvə arzu deyil. Onlar onsuz da anadan gəlmə, zirvəni, liderliyi bilirlər. Sadəcə bu onların təbii instinktidir, məsuliyyətidir. Baxın dünyaya, Oğlaq bürclərinə. Kimlər səbirlə tarix yazdılar o. Ona görə də Oğlaqların üzərinə çox getməyin. Çünki zodiakda çətin karma ilə doğulan iki bürcdən biridir Oğlaqlar. Və soyuğun, şiddətin, çətinliyin, istirabın, ağrının ətə, sümüyə bürünmüş halıdır Oğlaqlar. Mən isə buradan Oğlaqlara 2026-cı ildə uğurlar arzulayıram. Təşəkkürlər.